Deməli, növbəti mətnimiz əbədi nədir? Deməli, bir dəfə bilicisi, kasıbların havadarı olan müdrik adam bir kişi ilə rastlaşır. Kişi ayaq üstə güclə dururdu. Müdrik adam kişini sorğu-suala tutdu. Sənə nə olub? Xəstəsən? Kişi dedi, yox, mən bax o evdə yaşayan qoca dövlətlinin xidmətçisiyəm. Bu, özündən razı dövlətli məni çox işlədir. Ancaq mənə nə pul, nə də yemək verir. Bundan məyus olan müdrik adam dövlətlinin yanına gəlir. Sən xidmətçin küçədə halsızdır, acdır. Qoca dövlətli dedi, mənə nə, kasıbçılıqdan halsızdır. Axı o sənin üçün xidmət edir, özünün də pulu yoxdur. Dövlətli dedi, pulu olmamağı da kasıbçılıqdandır. Müdrik adam dedi, xidmətçin acdır. Qoca dövlətli dilləndi, bu da kasıbçılıqdandır. Belə olan halda müdrik adam dövlətliyə dərs vermək qərarına gəldi. Tez libasını dəyişdi. Şəhərə söz yaydı ki, amansız xəstəliklərin diz çökdürdüyü xəstələri müalicə etməyi bacaran məşhur bir həkim gəlib şəhərə. Hamıdan çox can sağlığının qeydinə qalan dünya, durduqca yaşamaq istəyən qoca dövlətli tez qaçıb həkimin yanına gəldi. Müdrik adam dedi, indi ki hamıdan qabaq qaçıb gəlmisən, deməli xəstəliyin ağırdır. Dövlətli dedi, çox ağırdır. Xəstələrin pənahı olan həkim. Ürəyimdən keçdi ki, kaş həkim mənim üçün xüsusi dava dərman hazırlayaydı. Müdrik adam dedi, ağır xəstəliyi sağaltmaq çətindir. Sən bunun üçün mənə 5 qızıl verməlisən. O pulu alıb dövlətlini sorğu-suala tutdu. De görüm şikayətin nədəndir? Böyük həkim, mənim bütün sümüklərim sızıldayır. Müdrik adam dilləndi. Boş şeydir, 80-dəndir. Dövlətli, üstəlik dizlərim də əsir. Müdrik adam dedi, əsəcək də 80-dəndir. Dövlətli hirslənib dedi, mədəm də yaxşı deyil, yeməyi yaxşı həzm eləmir. Buna həkim neynəsin? Bu da 80-dəndir. Gecələr yuxum gəlmir, 80-dəndir. Dövlətli özündən çıxıb qışqırdı. Bu nədir, elə nə deyirəm deyirsən 80-dəndir. Müdrik adam özünü itirməyib dedi. Hörmətli kişi, bu qışqırmağın var ha, bax o da 80-dəndir. Dövlətli daha da əsəbləşdi. 5 qızılımı qaytar. Mən sənsiz də bilirəm ki, qocayam. Bu vaxt müdrik adam tələsmədən yerindən qalxdı. Qonşu otaqdan küçədə gördüyü kişini içəri çağırdı. O dövlətlidən aldığı həmin 5 qızılı ac olan xidmətçiyə verdi. Üzünü dövlətliyə tutub dedi. Bu kişinin səndən bir fərqi var. Kasıbçılığın, amma qocalıqdan can qurtarmaq. Deməli, bu kişinin səndən bir fərqi var. Kasıbçılığın daşını ata bilər, amma qocalıqdan can qurtarmaq mümkünsüz bir şeydir. Bu tərz bir şey yazmalısınız yəqin ki. Özünüz doldurursunuzsa əgər, özünüz doldurursunuz, o tərz bir şey yazacaq. 319-cu sualınız imiş, açıq sualdır. Elə yazırsınız, bitir. Yəni, kasıbçılığın əlacı var, çarəsi var, amma qocalıqdan can qurtarmaq mümkün deyil. Tərzi cümlə yazırsınız. Qurtarır. 319-u dedik. 319 dedik də gəlin qaydaq 311-ci sualımıza. Deyir mətnlə bağlı səhv fikri müəyyən edin. Dövlətli kasıbın problemlərinə laqeyd yaraşır. Düzdür, deyilir kasıbçılıqdandır. Necə? Kasıbçılığın daşını atmaq olar yazmışam. Olar, bəli. Kasıbçılığın daşını atmaq olar, amma qocalıqdan can qurtarmaq olmaz. Ya da mümkün deyil. Düzdür. Deməli, 311-də A düzdür. Deyir, dövlətli kasıbın probleminə laqeyd qalır. Nə deyir? Yəni, deyir, kasıbçılıqdandır, kasıbçılıqdandır. Müdrik adam dövlətlini müalicə etməyə nail olur. Müdrik adam həkim deyildi ki, onu müalicə eləsin, aşıqlar. Ona görə B səhvdir. C-də deyir, müdrik adam dövlətlini tutduğu səhv yoldan çəkindirməyə çalışır. Bəli, çünki ona dərs vermək istəyir, deyir. Belə olan halda dövlətliyə dərs vermək qərarına gəlir. Dərs vermək, yəni yoldan çəkindirmək istəyir. Kasıb kişi öz haqqını tələb etməkdə aciz idi, düzdür. Yəni, özü gedib demir ki, mənə pul ver, mən kasıbam. Yolda gördüyünə deyir. Kasıb kişinin pərişan vəziyyəti müdrik adamı dövlətli ilə danışmağa sövq edir. Bəli.
Düzdür, məcbur edir. Yəni o da gedir onunla danışır. Görür ki, pis gündədir, gedir dövlətli ilə danışır. 312. Mətndə tünd qara hərflərlə verilmiş sözə əsasən doğru fikirləri müəyyən edin. Sözün kontekstə görə mənası, sözün kontekstdəki mənasına uyğun nümunə. Tünd qara hərflə verilən söz ağırdır. Deyir, deməli xəstəliyin ağırdır. Amansızdır, çox ciddidir, çox təsirlidir, məşəqqətlidir, əzablıdır. İndi bunlardan əlbəttə ki, uyğun gələni B variantıdır. Çünki xəstəliyin çox təsirlidir olmaz. Çox məşəqqətlidir. Məşəqqətli yol məcazi mənada olur, amma bu yox. Əzablıdır. Xəstəliyin əzablıdır olur. Amma ağır dövrlərlə xəstəliyin ağırlığı eyni mənanı ifadə eləmir. Baxın, burada da xəstəxanaya yazıb zaten. Deyir, xəstəliyin ağırdır. Burada deyir, çox ciddidir yəni. Xəstəxanaya 3 nəfər ciddi yaralı gətirmişdilər. Çox ciddi yaralı gətirmişdilər. B variantı. Sonra mətnin məzmunu ilə səsləşən fikirləri müəyyən edin. Xudbin adamlar başqasının dərdini anlaya bilməzlər. Xudbin biraz xəsis filan anlamındadır. Bu düzdür. Çünki o dövlətliyə aiddir bu fikir. Xudbinidir və kasıbın dərdindən anlamırdı. Bədbəxtliyin çoxu aclıqdan və qəzəbdən, paxıllıqdan və qərəzdən olur. Qəzəblə bunun əlaqəsi yoxdur. Düzdür, axırda bu yaşlı dövlətli qəzəblənir, ancaq onun elə bir ki, bədbəxt deyil, əslində o. Aclıq ən ağıllı balıqları belə qarmağa gətirər, əlaqəsi yoxdur. İnsanın təriflənəsi bir şey olmayanda tərifləməkdən də söhbət getmir. Doğru olanı görmək və doğru olanı etmək həm müdriklik, həm də cəsarətdir. Bunu da biz müdrik adama aid eləyə bilərik. Doğru olanı görür və doğru olanı eləmək üçün cəsarət eləyir, ona dərs verməyə çalışır. 1-5. A variantı. O da 80 yaşında kişi ağıl deyir. Bu 80 il yaşayıb. Bu yarısı o bir dünyadadır o. Bundan sonra nə verəcək? 314. Mətnin tərkib hissələrini genişləndirə bilən. Yəni, hansını hara yaza bilərsiniz o baxımdan. Deməli, qələm bana burada. A'da deyir ki, müdrik adam kişinin halına acıyır. Bunu hara yazarıq? Gördüyü yerə yaza bilərik. Deyir ki, bir kişi ilə rastlaşır. Kişi ayaqüstə güclə dururdu. Sonra deyə bilərəm də, müdrik adam kişinin halına acıyır. Deyə bilərəm. Deməli, A-nı hara yazacağım? Girişə. Getdi. Getdi, niyə? A-nı girişə yazıb, A-nı üstə xəcəcəm. A variantı getdi, B variantı getdi, C variantı getdi. Deməli, B-də deyir, bu görkəmdə onu kimsəni tanımayacağına əmin oldu. Bunu hara yazaram? Əsasa yazaram. Çünki həkim paltarına geyinir, dərs vermək istəyir. O da ortalara düşür. Ona görə əsas hissədir. B-ni yazıram əsas hissəyə. B-ni əsasa yazan kimi 2 variantım qalmışdı. Cavabım Y-dir. Amma gəl digərlərini də yoxlayaq. Bunu həkim neynəsin? Bunu da əsasa yazarıq. Biz siz hara? Orada deyir, nəm dişim ağrıyır, deyir 80-dəndir. Nəm deyir, yeməyimi yəmirəm 80-dəndir. Buna həkim neynəsin? Bax, o hissələr əsas sayılır hamısı. Ona görə oraya yazacaqsınız. D-də deyir ki, sən qoca olduğunu bildiyin kimi xidmətçində kasıb olduğunu bilir. Ona dərs verdiyi hissədə sonuncu repliyi var. Axırda deyir ki, kasıbçılıqdan o qurtara biləcək, amma sən qocalıqdan qurtara bilməyəcəksən. Bax, o hissəyə yaza bilərik nəticə. Kişinin rəngi saralmış, gözləri çuxura düşmüşdü. Bu da qarşılaşdıqları epizoda aiddir. Ona görə yeni də 1-ə yazsınız. 1A-Y, 2B-C, 3D. Sonra 315. Deyir ki, hansı suala cavab tapmaq mümkün deyil. Xidmətçi kişinin dərdi nə idi? Kasıblıq var. Müdrik adam bilici həkim olduğunu şəhərə necə yayır? Deyir ki, car çəkir cəmaata. Dayı necə car çəkir onu bilmirik. Müdrik adam nə üçün dövlətlidən aldığı qızılları ona geri qaytarmır? Çünki o, kasıb xidmətçinin haqqı idi əslində. Ona verəcəkdi. Dövlətli nə üçün həkimin daha əvvəl danışdığı müdrik adam olduğunu anlamır? Çünki qiyafəsini filan dəyişdirir, tanınmaz hala salır özünü.
Müdrik adam dövlətlinin xəstəlik səbəbini nədə görür? 80-dən, yəni qocalıqda. Ona görə Y də düzdür, var. Sonra 316 deyir, mətndə çərçivədə verilmiş hissəyə əsasən cədvəli doldurun. Hissədə özünü göstərən üslubi xüsusiyyətlər, fərqli üslubi xüsusiyyətlər yazmaqla deyir. Yəni, buna da məcazilik yazın, buna da məcazilik yazım eləmə də, yəni. Başa düşəcək. Gəlin çərçivəyə baxaq. Amansız xəstəliklərin diz çökdürdüyü xəstələri müalicə etməyi bacaran məşhur bir həkim gəlib şəhərə. Baxın, baxın. Məşhur bir həkim gəlib şəhərə. Söz sırası pozulub. Mən buna nə deyərəm? İnversiya deyərəm. Yaz inversiya. Sonra amansız xəstəliklərin diz çökdürdüyü xəstələri. Xəstəliklərin diz çökdürdüyü xəstələr. Buna əslində deməli, yazdırıq metafor. Çünki xəstəlik insana diz çökdürə bilməz. Yazırsınız buna metafor. İnsana xas xüsusiyyət cansıza köçürülüb. Sonra, hamıdan çox can sağlığının qeydinə qalan, dünya durduqca yaşamaq istəyən, burada dünya durduqca yaşamaq istəyən, yəni ölümsüz olmaq istəyən, burada yazırsınız mübaliğə, buna da yazırsınız mübaliğə. Sonra, indiki hamıdan qabaq qaçıb gəlmisən, deməli xəstəliyin ağırdır. Xəstələrin pənahı olan həkim, ürəyimdən keçdi ki, kaş həkim mənim üçün xüsusi dava dərman hazırlayardı. Başqa yoxdur. Elə bunlar. Metafor, amansız xəstəliklərin diz çökdürdüyü xəstələr. Məşhur bir həkim gəlib şəhərə. Cümlənin tamamlığı gəlib axıra düşüb. İnversiya var. Bir də dünya durduqca yaşamaq istəyən daha abartır da bu da. Mübaliğədir. Ona görə cavab dedik yəni. Qısacası cədvələ. Fərqli üslub demir. Fərqli üslub demir. Deyir, fərqli üslubi xüsusiyyətlər yazın. Yəni, bura mübaliğə yazıbsansa, təzədən ikinci mübaliğəni yazma. Götür, bura yaz, inversiya. Başqa xüsusiyyət yaz. İkinci inversiya yazıbsansa, bura yaz, nə bilim, bayaq nə dedik? Metafor. Belə. Yəni, çox vaxt uşaqlar biz siz də eləyir, elə siz də eləyirsiniz eyni şeyi. Götürür, buraya yazırsınız məcazilik. Məcazilik. Sonra buraya yazırsınız yəni deyəcəm, poetik funksiya. Hə, eyni şeydir də bu. Poetik funksiya ilə məcazilik eyni şeydir. O deyir ki, görüm sən inversiyanın adı bilirsən, yoxsa yox. Onun, yəni, şeyi odur. Sonra, 317. Dövlətliyə aid xüsusiyyətlər. Bayaqları elə birincidən çırpışdıra bilərdiniz. Xudbin. Yəni, orada bir dənə sual vardı. Mətnin məzmuna uyğun deyim. Buradan çırpışdıra bilərdiniz. Xudbin. Yəni, ancaq özünü düşünür, egoistdir. Bu mənada yaza bilərsiniz. Yaza bilərsiniz. Da deyirəm, yazmıram. Xudbini yazım. Xudbin. Əsaslandırma odur ki, ancaq özünü düşünür, sağalmaq istəyir, çox yaşamaq istəyir və s. Rəhimsiz yaza bilərik, mərhəmətsiz yaza bilərik. Çünki qulluqçu kasıb olduğu halda ona rəhmi gəlmir. Bütün günü işini gördürtdürür, amma yaxşı maaş vermir. Sonra bir də şey yaza bilərik. Xəsis, simit. Pul xərcləməyi sevməyən insanlar var. Onlara deyirlər ki, xəsisdir, simitdir. Yığıncıl ayrı şeydir, simit ayrı şeydir. Yəni, nə pul, nə də yemək almaq üçün xidmətçisinə pul verir. Xudbin də ona görə ki, ancaq özünü və öz sağlamlığını düşünür. Rəhimsiz də ona görə ki, xidmətçisinin halı onun umrunda deyil. Yəni, onu maraqlandırmır. Xəsis də ona görə ki, xidmətçisinə nə pul, nə də yemək verir. Belə deyək. Yəni, onlar üçün pul vermir. Sonra 318-də bəli, demək olar. Laqeyd o yenə nədir bu, xidmətçisinə qarşı danışamadım. Xidmətçisinə qarşı olan münasibətdədir, bəli.
Buyur. Aha, 318-də funksiyalar deyil və mətndən kənar funksiyasında işlətmək. Də mən gəlirəm bura. Birincisi dairədirmi bu? Hə. Qoca dövlətli həqiqi mənadadır. Həqiqi mənadadır, yəni informativdə yazacaqsınız. İnformativdə yazacaqsınız. Poetikdə bir dənə mahnı var, bilmirəm, qulaq asmısınız yoxsa yox. Bu niyə məni əlavə elədi? Şey var, koca yaşlı şişko dünya, bilmirəm, eşitmisiniz yoxsa yox. Onu yaza bilərsiniz. Məsələn, qoca yaşlı Combul dünya mahnıdır. Bilmirəm niyə elə bir mahnı var. Köhnə mahnısıdır. Məsələn, qoca dünya deyə bilərsiniz, qoca palıd deyə bilərsiniz, qoca çinar mahnısı var Azərbaycanda. Onu yaza bilərsiniz və s. Yəni poetikdə istifadə edə biləcəyiniz istənilən cümlə. Sonra burada qızıl var. Qızıl da həqiqi mənadadır informativdə. Poetikdə yazacaqsınız qızıl məsləhətlər, qızıl sözlər. Bunu yazırsınız. Aynur, səni çırparam Aynur. Aynur, səni çırparam. Aynur, səni öldürərəm. Aynur, recording gedir. Aynur, sən istəmədiyim leksik şəkildə artırma. Ay Aynur. Qocadır söz. Axşam mən niyə qışqırırsan, evdə cəmaət yatır. Qoca sifətdir, sifət. Qocaldı. Hər bir geçişdi yazırıq. Demək təzədən ərizə yazacağam, əgər ona sənə bal versələr. Bax, belə bir şey düşsə, sən onu səhv yazsan, sənin balını azaltmaq mənə borc olsun, dayan. Sonra, qızıl verməlisən. Sonra qızıl həqiqi mənadadır, informativdə yazırsan. Məni öldürürsünüz, deyilsiniz, Qurananda olsun öldürürsünüz. İnfarkt eləyəcəksiniz axırda, mən öləcəm sizin əlinizdən. Tonlarla mətin işləmişəm, necə bir deyim leksik şəkil çatımı, yenə gedir, gələ yapışırlar. Söz nədirsə onu yaz. O boyda ədəbiyyatda epitet keçmişik. Nəysə, əsəbləşməyəcəm deyirəm. Yəni də əsəbləşəm. Sonra qızıl verməlisən. Qızıl burada həqiqidir. Məcazidə qızıl məsləhət, qızıl sözlər belə yaza bilərsiniz. Getdi. Sonra sümüklərim sızıldayır. Sümük həqiqətən sızıldaya bilər uşaqlar, həqiqi mənadadır, yəni informativ. Poetikdə yazırsınız, qəlbim sızıldayır. Ürəyim sızıldayır. Belə şeylər. Məcazidə. Sonra. Onunla mərhəmətli gözlərinə baxdıqca mən içə-içə sızıldayırdım. Olar, bəli. Damlada arada qəribə cümlə olur. Arada yaxşı. Elektrikə ən yaxşı keçirdən metal. Ay Allah, Məhəmməd məni öldürəcək. Məhəmməd, terminoloji dedim sənə yaz. Məhəmməd, sən dediyim terminoloji. Orada qızıl informativdir bu arada. Orada sən güya ki indi yazıbsan elmi üslubda. Güya ki deyəndə ki elmi üslubda yazıbsan. Elektrikə ən yaxşı keçirən metal qızıldır. Orada qızılı hamı başa düşür də, yəni informativdir. Məncə onu eləməyəcəklər, götürməyəcəklər. Ona görə ehtiyatlı ol o cümlədən. Gül kimi poetik varkən, gedib özünüzü dağa, daşa, çınqıllığa, Mauqlinin cəngəlliklərinə salmaqdan ötürü ürəyiniz gedirik. 319-u dedik. Biabr eləyirsiz deməni. Allah haqqı biabr eləyirsiz. Sonra 320. Obraz nəyi problem hesab edir? Problemi necə həll etmək niyyətindədir? Deməli, obraz dövlətlidir. Bir də dövlətlinin problemi nə idi? Onun, mənim qələmim hara yoxa çıxdı bala? Hə, burada. Obraz dövlətli. Dövlətlinin problemi nə idi? Xəstəliyi də belə deyək. Onun ən böyük problemi nə olacaq? Ağrıları. Ağrıları yaza bilərsiniz, xəstəliyi yaza bilərsiniz falan. Problemi necə həll etmək niyyətindədir? Həkimin yanına gəlir ki, həkim ona qəşəng dava dərman yazsın, xüsusi reseptlər hazırlasın, o da onu qəbul eləsin və necə deyim, özünü yaxşı hiss eləsin, gümrah hiss eləsin, yata bilsin, mədəsinin ağrısı keçsin və s. Müdrik adam probleminə də görə, o birisi yazıq kasıbı nə problem, o yetim heç problem görmürdü, elə gicəllənə gəzirdi yolun ortasında. Müdrik qoca nə idi? Müdrik adam, elə o da qocaydı da, müdrik adam nəyi problem hesab eləyir?
kasıbın, yəni o küçədə qarşılaşdığı adamın ac və halsız olması. Problemin həllini necə görür? Həkim libası geyinib dövlətçiliyə dərs verməklə ya da dövlətlini gülünc vəziyyətə salmaqla, ondan qızıl alıb xidmətçiyə verməklə bu tərzdə problemi həll edir. Ümid edirəm düz yazıbsınız. Ümid edirəm. Bu da belə. Bu mətnimizin izahı da belə yekunlaşdı.